Salam, hər vaxtınız xeyirli olsun, dəyərli izləyicilər. Sizlərə Masazır dairəsinə yaxın, ən elit bu ərazidə ən elit yaşayış komplekslərindən birinə məxsus olan binada 15 mərtəbəli binanın 10-cu mərtəbəsində ümumi sahəsi 61 kvadrat metrdən ibarət 2 otağa düzəlmə, super təmirli bir mənzil çəkib təqdim edirik. Mənzil sənədə çıxarış kupçadır, mənzil nəqş şəkildə saxlanılır, mənzilin qonaq otağı zalından təqdimat aparırıq. Mənzildə gördüyünüz əşyalar hamısı çıxacaq, dəyərli izləyicilər. Və mənzilin eyvanına keçid buradandır, qonaq otağı zaldandır. Mənzilin qarşısı açıqdır, qarşısını kəsən hündür mərtəbəli tikili yoxdur. Döşəməsi parket döşəmədir. Mənzilin dəhlizindən təqdimata davam edirik. Otaqların hamısı dəhlizdən paylanır. Bütün otaqların hamısında müstəqil olaraq pəncərə var. Mənzilin giriş hissəsidir. Bu dolab təbii ki saxlanılır. Metlaq qranitdir döşəməsi. Girişdə metlaq qranit hissələr hamısı istipoldur. Mənzildə belə bir divar içi dolab da nəzərdə tutulmuşdur. Belə bir əşyaları yığmaq üçün geniş bir dolabdır, dəyərli izləyicilər. Çox super bir təklifdir. Bu ərazidə demək olar ki, mənzil bu binada təsadüf hallarda satışa çıxır. Mənzilin sizə sanitar qovşağını təqdim edirik. Sanitar qovşaqda bütün aksesuarlarla təchiz olunmuşdur. Çox səliqəli mənzildir. Mənzil yeni alınmışdır və çox az yaşayış olmuşdur. Demək olar ki, yaşamayıblar evdə. İsti sistemi kombidir, kombi radiatorun batareyaları vardır. Mənzilin mətbəxini sizə təqdim edirik. Bura mənzilin mətbəxidir. Keyfiyyətli, akrildən, divar boyunca belə bir gözəl, möhtəşəm mətbəx yığılmışdır və mənzilin burada istipoldur, döşəməsi metlaq qranitdir, elektronik əşyalar təbii ki götürüləcəkdir. Mənzilin sol tərəfdə ilk öncə təqdim etdiyim qonaq otağı zalı idi və mənzilin yataq otağını sizə təqdim edirik. Bura mənzilin yataq otağıdır. Buradan da əşyalar çıxacaqdır. Çox gözəl bir, həqiqətən də səliqəli, fərah, belə deyim də gözəl üslubda təmir edilmiş bu mənzilə sahib olmaq istəsəz müraciət edib baxa bilərsiniz. Mənzil nəqd pula satılır, dəyərli izləyicilər. Yəni kreditlə, dövlət ipoteka vəsait ilə satış edilmir. Və qiyməti açıqlama bölməsində elan edəcəm. Hörmətli izləyicilər, əgər sizin də Xırdalan şəhərində, Masazırda, yeni tikili, köhnə tikili, apartman tipli binalarda hər hansı satlıq əmlakınız varsa, mənzil satırsa, mənzil almaq istə bizə müraciət edin. Bizi YouTube, Instagram, TikTokdan izləməyə davam edin. Bu günə bu qədər. Çox sağ olun.